Kralın əmri ilə yanındakı keçi adama dedilər: "Tez ol, keçini danışdır. Kralımızın istədikləri hər şey tapılmalıdır. Yoxsa sən və keçin zindanda qalacaqsınız." Əslində keçini biz yeyəcəyik. Bizə fərq etmir. O danışır, yoxsa danışmır. Və kralın adamları dedilər: "Tez ol, dediyimizi et." "Yaxşı," dedi keçi adam. Və keçi adam dedi: "Ay keçi, nə olar, kralımızın istədiyi hər şeyin yerini de." Və keçi dedi: "Sənə bir söz deyəcəm, ay kral. Sən sadəcə bu sözləri deməlisən. Onda sən mənim kimi tapa biləcəksən hər qırqızıl və hər bir var-dövləti." Kral dedi: "Səni bəs niyə gətirmişdim mən, hə? Mən o boyda adamlarımı yolladım ki, səni ölkənin hansı tərəfində olursa olsun gətirsinlər. Sən nə işə yarayırsan? Səni daha buraya niyə gətirmişdim? Bu dəqiqə səndən keçi qovurması düzəldərik. Mən də onu elə yaxşı yeyərəm, sənin dostun da baxa-baxa qalar ki, keçi getdi." Və keçi deyir: "Özün bilərsən, qırqızılların və var-dövlətin yerini daha yaxşı sən tapmaq istəmirsən?" Kral biraz fikirləşib dedi: "Görəsən bu düz deyir. Amma mən onu onda niyə gətirdirmişdim? Özüm gedib tapardım da, amma keçi yerini bilir demişdilər mənə. Nağaraq, onun dediyi olsun, amma mən kralam. Özümü bu qədər tez. Bəlkə də o mənə plan qurubdu. Nə olsun ki, keçidir. Bəlkə keçi olmamışdan qabaq hansısa bir canlı olub. Sonra da keçi olub. Bunu bilmək olmaz. Gərək bunu biraz mən yoxlayım. Görən bu keçi nə qədər ağıldır, ya da yanındakı adam nə qədər ağıllıdır. Heç birinin ağlı yoxdursa, onda mən qalib gələcəm. Çünki burada hamıdan ağıllı mənəm." dedi kral. Və sonra keçi dedi: "Ay keçi, indi sənin yorğun vaxtındır. Gəl səni almadan, otdan, yemdən verək, doy, sonra bizə hər şeyin yerini deyərsən." Kral belə danışdı ki, keçi bəlkə yerini deyər. Keçinin ağlını yoxlamaq istəyirdi. Bu keçi çox çətin olacaq deyə fikirləşdi kral. Və yenə dedi: "Ən gözəl almalar, ölkənin ən dadlı otları sənin olacaq. Tez ol, yerini de." Keçi krala dedi: "Kralım, mən sizə ən hasat yolu dedim. Gəlirsiniz mənim yanıma və deyirsiniz: 'Olmaq istəyirəm.'" Və kral dedi: "Nə olmaq istəyirəm? Siz bunu 3 dəfə təkrarlayın, sonra mən sizə deyəcəm nə olmaq istəyirsiniz." Yaxşı. Amma kral biraz keçiyə şübhə ilə baxdı. Görəsən həqiqətən bu məni tələyə salacaq? Hər nəysə, biraz keçidən danışım görüm nə olacaq. Əgər ağılsız olduğunu bilsəm, onda dediyini edərəm və onda qırqızılların və hər şeyin sahibi mən olaram və dünyanın ən varlı kralı olaram. Heç kimsə mənə qalib gələ bilməz. Ordularımı böyüdərəm, sarayımı böyüdərəm. Bütün ölkənin kralı sadəcə mən olaram. Mənim istəyimlə bütün ölkə dəyişər. Kral sadəcə mən olaram. Mən istədiyimi artıq heç kimsə mənə deyə bilməz ki, bu ölkənin kralı sən deyilsən. Bu ölkədən çıx deyə bilməz. O ölkələrin hamısını bir-bir alaram. Kral dedi keçiyə: "Tez ol, de, nə etməliyəm?" Keçi dedi: "İstəyirəm." "Nə istəyirsən?" "İstəyirəm deməlisən 3 dəfə. Sonra deməlisən ki, olmaq istəyirəm. 3 dəfə də olmaq istəyirəm deməlisən." Və kral dedi: "Mən bunları nə üçün deməliyəm? Hə?" Və keçi dedi: "Sən bunları deyəndən sonra sən bütün sərvətin yerini görəcəksən. Bu çox inanılmaz bir gücdür. Mən onu sənə hasat verə bilmərəm. Bunların yerini yetirməsi lazımdır." Kral dedi: "Çox asan imiş. Bu dəqiqə edərəm və sənin dediyin hər şeyi edib var-dövlətə, hər şeyə sahib olaram. Bilmirəm axı sənin axırın nə olar. Bəlkə keçi qovurması edərəm. Ya da bu keçi adamı həbs edib, bəlkə də səni girmək əmr verirəm aşıma və səni oturub sarayın düz ən yaxşı yerində yeyərik. Sarayın varlıları və mən səni çox yaxşı yeyərik." Və keçi dedi: "Hə, yaxşı, dediyin kimi olsun, amma mənim dediyimi et. Olmaq istəyirəm de." "Nə? 3 dəfə?" dedi kral. Keçi dedi: "Hə, 3 dəfə. Olmaq istəyirəm, olmaq istəyirəm," dedi kral. Sonra dedi: "Mən də 1 de." Və adam dedi: "Mən də 1, mən də 1." Və sonra dedi: "Keçi olmaq istəyirəm, keçi olmaq istəyirəm."
Nə? Məni aldadırdın. Sən məni keçiyə çevirmək istəyirsən? Kral dedi. Hə? Düz demirəm? Hamıya, baxın bura. Keçi məni özünə döndərmək istəyir. Və keçi nə ağıllı adam imiş. Nəysə, mən bunu təkrardan deyim ki, o keçinin gücləri çox böyük güclərdir. O da inansın və mən də o krallığı qurtarım. Və sonra keçi adama tezin dedi. Kralım, sizə dediyim kimi etsəniz, sizin artıq inanılmaz gücləriniz olacaq. Və heç kim o gücləri tapa bilməz. Çünki sadəcə o güclər də sizin olacaq. Heç kim sizə qalib gələ bilməz. Nə? Həqiqətən doğru deyirsən? Bəs sən onda niyə bu gündəsən? Sənə onda niyə qalib gəliblər? İstədiyimiz tərəfə aparırıq səni. Və keçi deyir. Mən sizin istəyinizlə bura gəldim. İstəsəydim gəlməzdim. Kral keçiyə dedi. Yaxşı keçi, sən deyən olsun. Artıq mənim başqa çarəm yoxdur. Artıq mənim səbrim çatmır və tez ol mənə nə etməliyəm, onu de. Keçi dedi. Kralım, sadəcə bunu deyin. Olmaq istəyirəm. 3 dəfə deməlisiniz. Sonra olmaq istəyirəm. Nə? O olmaq istəyirəm. Sonra da keçi olmaq istəyirəm deməlisiniz. Və sonra mənə başıma əl vurmalısınız. Sənin başına? Bəli, mənim başıma. Yaxşı, sən deyən olsun. Amma mən sənə əl vurub əlimi kirletmək istəmirəm. Əlinizi yuyarsınız, kralım. Mən tərtəmiz bir keçiyəm. Yaxşı, sən deyən olsun. Olmaq istəyirəm. Olmaq istəyirəm. Olmaq istəyirəm. O olmaq istəyirəm. O olmaq istəyirəm. Olmaq istəyirəm. Və keçi dedi. Kralım, əlinizi indi başıma qoyun. Və keçi də içindən eyni sözləri keçirdəndə krallığın hər tərəfində işıq yayıldı. Və kral keçiyə döndü. Keçi isə şahzadə oldu. Və kral dedi. Sən mənə nə qardın? Mənə nə qardın sən? Bəs mən keçi olmayacaqdım. Şahzadə dedi ki, sən öz acgözlüyünün qurbanı oldun. Əgər sən mənə bunu dediyim kimi etməsəydin, sən keçi olmazdın. Amma mən bir yol tapıb qurtulardım. Sən indi keçi oldun və keçi olaraq qaldın. Mən amma sənin kimi pislik etməyəcəm. Sənə kömək edəcəm və krallığın hər tərəfini axtarıb o cadugəri tapıb, sonra isə səni yenidən insan olaraq görmək istəyirəm. Ümid edirəm ki, artıq sən heç kimə zülmkarlıq etməzsən. Keçi dedi. Yaxşı, şahzadə, mən heç kimə zülmkarlıq etməyəcəm. Sadəcə mən insan olmaq istəyirəm. Və krallıqda şahzadə əmr verdi. Yeni kralınız mənəm artıq. Hamı sevindi. Çünki bu krallığı yöneten şahzadə yaxşı şahzadə idi. Onun krallığında olan bəzi adamlar onu tanıyırdı. Ona görə də hamı sevinirdi ki, artıq o gəldi, şahzadə. Hamı sevindi və şahzadə gəldi deyir. Hamı qışqırdı. Sonra isə şahzadə həmin cadugəri tapdı və dedi: "Sən idin məni keçiyə çevirən, hə?" Cadugər dedi: "Üzr istəyirəm kralım. Mənə pul verilmişdi. Başqa bir krallıqdan çox pul verildi və dedi ki, onu keçiyə çevirin. Şahzadə, yəni sizi." Və şahzadə dedi: "Tez ol, bu adamı keçidən adama çevir." "Bəli kralım, əmriniz olsun." Və cadugər keçini adama çevirdi və kral dedi: "Hamınızdan üzr istəyirəm. Bütün etdiklərimə görə artıq mənim əmrimlə bütün zindandakilər çıxarılacaq. Bütün hamının haqqı veriləcək. Heç kimin haqqı artıq heç kimdə qalmayacaq. Artıq ölkədə xiravanlıq və uzun rahatlıq olacaq." Kral və o biri şahzadə bununla razılaşdı və hekayədə hamı firavun və rahat həyat yaşadı. Abunə olun, ailəmizə qatılın. Hər kəsə təşəkkürlər.